müharibədən sonraki vəziyyət necə inkişaf edəcək, bu əsasən Ermənistandan asılıdır. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacaq. Biz hər zaman hazır olmalıyıq. Bu səbəbdən də biz böyük məbləğdə hərbi xərcləri həyata keçiririk. Bu, işğalla bağlı deyil. Biz işğalın qurbanı olmuşuq və hər an özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə dərhal cəzalandırmağa hazır olmalıyıq.